Bismillahirrahmanirrahim. Salam, hörmətli müsəlman bacı və qardaşlarım. Bugünkü mövzumuz maraqlı bir mövzudur. Təsəvvür edin, bir gecə ibadət edirsiniz və Allah 83 illik ibadət savabı sizə yazır. Bəli, səhv eşitmədiniz. Sadəcə bir gecə. Bu gecə elə bir gecədir ki, Qur'an-ı-Kərimdə onun haqqında ayrıca surə nazil olunub. Bu gecə Qədir gecəsidir. Amma çox təəssüf ki, bəzi insanlar bu gecəni bilmədən adi bir gecə kimi keçirirlər. Halbuki bu gecə insanların taleyinin yazıldığı gecədir. Bu videoda sizə Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrinin sirrini, bu gecələrin fəzilətlərini və hansı əməlləri etməli olduğunuzu sadə və aydın şəkildə izah etməyə çalışacağıq. Allahu Teala Qur'an-ı-Kərimdə belə buyurur: Qədir gecəsi 1000 aydan xeyirlidir. 1000 ayda təxminən 83 il edir. Yəni bu gecədə edilən ibadət insanın bir ömür etdiyi ibadətdən daha çox savab gətirə bilər. Bu gecə Allahın mələkləri və Ruh adlı əzəmətli bir mələk Allahın izni ilə yerə enirlər. İmam Zamanın, Allah onun zuhurunu tezləşdirsin inşallah, hüzuruna gəlib gələn il ərzində hər bir insan üçün müqəddəratı o həzrətə təqdim edirlər. Bu gecə Allahın rəhməti və mərhəməti bəndələrin üzərinə yağır. Bir növ belə deyək, ayrı başqa cürə desək, Allahın dərgahı insanların üzünə açıq olur və Allaha səmimi qəlbdən dua edən bəndələrinin dualarını Allah qəbul edir. İslam alimlərinin bir çoxuna görə Qədir gecəsi Ramazan ayının son 10 günündə gizlədilmişdir. Ancaq məsumlar, salam olsun onlara, Qədir gecəsini dəqiqliklə təyin etməmişlər və 3 gecədən birinin, yəni 19-cu, 21-ci və 23-cü gecələrdən birinin Qədir gecəsi olduğunu buyurmuşlar. Alimlər isə hədislərə əsaslanaraq 21-ci və 23-cü gecənin Qədir gecəsi olma ehtimalının daha böyük olduğunu bildirmişlər. Bu gecələr həm də İslam tarixində böyük hadisələrlə bağlıdır. Yəni Ramazan ayının 19-cu gecəsi böyük İslam şəxsiyyəti, birinci imamımız İmam Ali əleyhissalamın yaralandığı gecədir, zərbələndiyi gecədir. Ramazan ayının 21-ci gecəsi isə onun şəhadət gecəsidir. Bu səbəbdən də bu gecələr müsəlmanlar üçün həm ibadət, həm də düşüncə və ibrət gecələridir. Bu mübarək gecələri boş keçirməmək üçün alimlər bir neçə mühüm əməlləri tövsiyə ediblər. Bu əməllər də 2 qismə bölünür. Hər 3 gecənin müştərək əməlləri və hər bir gecənin məxsusi əməlləri. Qədir gecələrinin müştərək əməlləri bunlardır. Qədir gecəsinin qüslunu etmək, mərhum Əllamə Məclisi deyir ki, Qədir gecələrinin qüslunu günəş qürub edərkən etmək və şam namazını və ya məğrib namazını bu qüsul ilə qılmaq daha yaxşıdır. Yəni ki, bu qüsulu etdikdən sonra namazı qılmaq daha yaxşıdır. 2 rükət namaz qılmaq, hər rükətdə həmdən sonra 7 dəfə İxlas surəsi oxunur. Namaz qılıb qurtardıqdan sonra da 70 dəfə Əstəğfirullah və Ətubu ileyh demək lazımdır. Hədislərin birində Peyğəmbərimiz salam olsun ona və onun əhl-i beytinə belə buyurub,
Kim bu əməli yerinə yetirsə, yəni bu namazı qılsa, yerindən qalxdığı vaxt artıq Allahu Teala onun və ata-anasının günahlarını bağışlamış olar. Allah mələklər təyin edər ki, gələn ilə qədər onun üçün savab yazsınlar. Digər əməl Qur'anı açıb və qarşına qoyub deyirsən: Allahümme inni əs'əluke bi kitabikel munzel və mə fih və fih ismukel ə'zamal əkber və əsmaukel husna və mə yuxafu və yurca ən tec'aləni min utəqaikə minən nar. Yəni, mənası bundan ibarətdir ki, ey Allahım, nazil olan kitabına və onda olanlara xatir, belə ki, bu kitabdadır. Sənin böyük adın, gözəl adların, qorxu və ümid yaradan adların, səndən istəyirəm ki, məni oddan azad olanlardan edəsən. Ondan sonra Qur'anı başına qoyub deyirsən: Allahümme bihaqqi hədəl Qur'an və bihaqqi mən ərsəltəhu bih və bihaqqi kulli mu'minin mədəhtəhu fih və bihaqqikə aleyhim və la əhədə ə'rəfu bihaqqikə mink. Bunun da mənası budur ki, ey Allahım, bu Qur'anın haqqına xatir, bu Qur'anla göndərdiyin kəsin haqqına xatir, Qur'anda məth etdiyin hər möminin haqqına xatir və sənin onlar üzərində olan haqqına xatir. Çünki heç kim sənin haqqını özündən daha yaxşı bilmir. Bu duanı siz ərəb dilində də deyə bilərsiniz, Azərbaycan dilində də deyə bilərsiniz. Sonra 10 dəfə deyirik. Bikə ya Allah, 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 bikə ya Allah. بمحمد 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 صلى الله عليه وآله بعلي 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 عليه السلام بفاطمة 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 عليه السلام بالحسن 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 عليه السلام بالحسين 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 عليه السلام بعلي بن الحسين بالعلي بن الحسين بعلي 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 بن الحسين عليهما السلام بمحمد بن علي 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 عليهما السلام بجعفر بن محمد 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 بجعفر بن محمد
بجعفر بن محمد بجعفر بن محمد بجعفر بن محمد بجعفر بن محمد عليهم السلام. بموسى بن جعفر 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 عليهم السلام. بعلي بن موسى 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 عليهم السلام. بمحمد بن علي 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 عليهم السلام. بعلي بن محمد 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 عليهم السلام. بالحسن بن علي 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 aleyhisselam. Artıq ayağa dururuq və deyirik 10 dəfə. Bil-hüccəti, 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 bil-hüccə aleyhisselam. Və bunları etdikdən sonra Allahdan öz istəklərini diləyə bilərsiniz. Bu zikirləri səmimi qəlb ilə deməyə və Allah dərgahına sidq ürəklə üz tutmağa çalışın. Əgər məsumlara təvəssül etmək istəsəniz, yaxud onların müsibətlərini yad etmək istəsəniz, duadan əvvəl və ya sonra edin. Yəni duanı kəsməyin. İmam Hüseyin aleyhisselamı ziyarət etmək. Əllama Məclisi deyir ki, bu 3 gecənin hər birində İmam Hüseyin aleyhisselamı ziyarət etmək məsləhət olunub, müstəhəb əməllərdəndir deyirlər. Hədisdə buyurulur ki, bu əməl günahların bağışlanmasına səbəb olur. Kim İmam Hüseyin aleyhisselamı yaxından ziyarət etmək imkanında deyilsə, o həzrəti uzaqdan ziyarət etsin. Uzaqdan ziyarət edilməsi üçün olan duanı biz Şaban ayına aid olan mövzuda onu orada qeyd eləmişik. Yəni bu ziyarəti etmək istəyənlər orada baxıb məlumat əldə edə bilərlər bu dua ilə bağlı. Qədr gecələrini əhya saxlamaq tövsiyə olunub, yəni oyaq qalmaq tövsiyə olunur. Yəni sübhə qədər oyaq qalıb ibadət, dua və Quran oxumaqla məşğul olmaq, dini söhbətlərə qulaq asmaq, dini mövzularda sual-cavab məclisləri təşkil etmək, mütaliə etmək. Hədislərin birində İmam Baqir əleyhissalam buyurur ki, hər kim Qədr gecəsi əhya saxlasa, onun günahları nə qədər çox olsa da Allah onu bağışlayar. Yaxşı olar ki, Qədr gecəsindən əvvəlki gün istirahət edəsiniz, yüngül yeməklər yeyəsiniz, az su içəsiniz ki, gecə sizi yuxu aparmasın. Bütün gecəni əhya saxlaya bilməyənlər yaxşı olar ki, gecənin əvvəlində bir qədər istirahət etsinlər və gecə yarıdan sonra oyanıb ibadətlə məşğul olsunlar və yaxud gecə saat 12-dən sonra ibadətə başlaya bilərlər.
Bu günlərdə həmçinin 100 rükət namaz qılmaq da tövsiyə olunur. Onlar, yəni əvvəlki mövzularda da qeyd eləmişik ki, bu 100 rükət və yaxud 4 rükət müstəhəb namazları 2 rükət, 2 rükət olaraq qılınır. Bu namazın da çox böyük savabı vardır. Əgər gücünüz çatsa, yaxşı olar ki, həmdən sonra 10 dəfə İxlas surəsini oxuyun. Əgər gücünüz çatmırsa, elə bir İxlas surəsi də oxuya bilərsiniz. Mərhum Əllamə Məclisi deyir, bu gecələrdə ən yaxşı əməl günahların bağışlanmasını Allahdan diləməkdir. Dünya və axirət işləri üçün dua etməkdir. Həm özün üçün, həm də ata, ana, qohumların və mömin qardaşların üçün. İstər həyatda olsunlar, istərsə də dünyadan köçmüş olsunlar. Həmçinin mümkün qədər müxtəlif zikirlər demək, Muhammed və əl Muhammedə salavat göndərmək bəyənilən əməllərdəndir. Bəzi hədislərdə buyurulur ki, bu 3 gecədə Köfşəni Kəbir duası oxunsun. Hədislərin birində oxuyuruq ki, bir nəfər Həzrəti Rəsulullahın yanına gəlib ərz etdi ki, əgər mən Qədr gecəsini yaşasam, Allahdan nə istəyim? Peyğəmbərimiz salam olsun ona və onun əhl-i beytinə buyurur, sağlamlıq və salamatlığı istə. Sonra bu gecənin əməllərindən 100 dəfə Əstəğfirullahə Rabbi və ətubu ileyh, 100 dəfə Allahümmə lə'an qatlətə əmiril müminin. Əziz və hörmətli qardaş və bacılar, bəzən insan illərlə dua edir, amma etdiyi dualar qəbul olunmur. Amma Qədir gecəsi elə bir gecədir ki, Allah bir anda insanın həyatını dəyişə bilər. Bəlkə də illərlə etdiyimiz duaların cavabı məhz bu gecədə veriləcək. Bəlkə də Allah sizin bir göz yaşınızı gözləyir. Ona görə bu gecəni boş keçirməyək, çoxlu dualar eləyək. Ən əsası telefonu bir kənara qoyaq, dünyanı bir kənara qoyaq, bir neçə dəqiqə Allahla tək qalaq və ürəklə belə deyək: İlahi, mən sənə qayıtdım, məni əff et. Allah bu mübarək gecələrdə bütün dualarımızı qəbul etsin inşallah. Amin, amin, amin ey Rabbil alemin. Dinlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Esselamu aleykum və rəhmətullah.